Salam hər kəsə. Güvəndə Pifaqor mövzusunda test A-da deməli 9 və 10 nömrəli testlərdə cavab variantı yoxdur. Niyə yoxdur? İndi izah edəcəyəm. Deməli 9 və 10-da hər ikisində tərəf verilir. Bərabər tərəfli üçbucağın medianını istəyir. Bərabər tərəfli üçbucaqda median, hündürlük və tən bölən bərabərdir və onların düsturu kök adda 3 bölünsün 2 ilə hesablanır. 9 üçün hesablamalı olsaq, elə 9 üçün, onda yazacağıq A-nın yerinə 12, hündürlük bərabərdir. A-nın yerinə 12, 12 bölünsün 3 bölünsün, 12 vurulsun kök adda 3 bölünsün 2. Burada 12 ilə 2 ixtisar gedəcək, 6 kök adda 3. Burada cavab 6 kök adda 3'dür, amma yoxdur. 10-da isə belə hesablayacağıq. 18 vurulsun kök adda 3 bölünsün 2. Bu 18 ilə 2 ixtisar gedəcəkdir. 9 kök adda 3 qalacaqdır. Burada da cavab 9 kök adda 3'dür. Amma yenə yoxdur. Mənə elə gəlir ki, bunların cavab variantlarını səhv yazıblar. Bu variantlar burada olmalıydı və bu variantlar da burada olmalıydı. Onda əgər belə olacaqdısa 6 kök adda 3 burada var və 9 kök adda 3 də burada var. Yəqin ki, burada çapda ya da ki yazarkən ola bilər ki, çox güman ki, çapda səhv ediblər. Variantların yerini səhv yazıblar. Yəni bu testlərin hər ikisi səhvdir. Başqa fikriniz varsa, yəni rəy bölməsinə öz fikirlərinizi yaza bilərsiniz. Və ya bu vaxtacan bunun həllini tapmırdınızsa və yaxud da varianta uyğun səhv cavab götürürdünüzsə, həlli budur uşaqlar. Yəni cavabları yoxdur.